Space televiziyasının baş direktoru Vado Karavin tuttuğu vəzifədən azad edilib. Hazırda Space-də bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur. Qeyd edək ki, ötən gün Space televiziyasında yoxlamalar aparıldığına dair məlumatlar yayılmışdı. Aprelin 14-ü gündüzdən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var. Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi ehtimal olunur. Aprelin 18-də keçiriləcək Qarabağ Sabah oyununa giriş xanımlar üçün pulsuz olacaq. Bu barədə Ağdam klubu məlumat yayıb. Bildirilib ki, Premyer Liqanın 28-ci turu çərçivəsində Sabahla keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuzdur. Bununla belə stadiona biletsiz girişin mümkün olmadığı da vurğulanıb. Qeyd edək ki, qarşılaşma saat 19:30-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub. Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baş verib. Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfailoğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.